Hər vaxtınız xeyir olsun, Reala baxırsınız. Biz sizə Qarabağın döyünən ürəyi olan Xankəndi şəhərindən xəbər veririk. Bu torpaqlar bugün bir daha bir yeniliyə ev sahibliyi etdi. İlk dəfə olaraq bugün Xankəndidə səyyar asan xidmət fəaliyyətə başladı. Xidmətin təşkil olunmasında əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlar üçün daha əlçatan, daha şəffaf şəkildə təşkil olunmasıdır. Və bir neçə saatdır fəaliyyətə başlayan asan xidmətdə kifayət qədər vətəndaş axını müşahidə etdik. Vətəndaşların hər biri müxtəlif xidmətlər üçün müraciət etmişdilər. İstərdim ki, bu xidmətlər haqqında daha ətraflı məlumat isə mənim müsahibim Zəkə Muradov versin. Hansı ki, asan xidmətin, səyyar xidmətin təşkili şöbəsinin müdürüdür. Zəkə müəllim, salam, hər vaxtınız xeyir olsun. Hazırda Xankəndidə fəaliyyət göstərən bu səyyar asan xidmətdə hansı xidmətlər vətəndaşlara təqdim olunur? Məlumat üçün bildirim ki, hazırda Xankəndi şəhərində xidmət göstərən səyyar asan xidmət avtobusunda vətəndaşlarımıza şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumi vətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat xidmətləri, əmlak xidmətləri, daha sonra vətəndaşı vəziyyət haqlarının dövlət qeydiyyatı xidməti, əmək pensiyanın təyin edilməsindən bağlı xidmətlər göstərilir. Bəs avtobus ayın neçəsinə qədər fəaliyyət göstərəcək bu arada? Xankəndi şəhərində səyyar asan xidmət avtobusunun 23 iyul tarixinə qədər fəaliyyət göstərməsi nəzərdə tutulur. Asan xidmət tərəfindən işğal olunmuş ərazilərdə tez-tez biz səyyar avtobusları görürük, təşkil olunur. Bəs digər şəhər hansı nəzərdə tutulub? Ümumiyyətlə, məlumat üçün bildirim ki, indiyədək işğaldan azad olunmuş ərazilərdə Zəngilan Ağalı kəndində, daha sonra Tərtərin Talış kəndində, Cəbrayıl rayonunda 1200-dən çox vətəndaşımıza səyyar xidmət təşkil edilmişdir. Növbəti mərhələdə isə Laçın şəhərində 27 iyul tarixindən 4 gün müddətinə səyyar xidmətin təşkil edilməsi nəzərdə tutulur. Çox sağ olun, Zəkə müəllim, çox sağ olun. Bəli, xatırladım ki, mənim müsahibim asan xidmətin səyyar xidmətin təşkili şöbəsinin müdürü idi və biz sizə hazırda Xankəndi şəhərində ilk dəfə təşkil olunan səyyar asan xidmət avtobusu haqqında məlumatlar veririk. Avtobus bugün fəaliyyətə başlayıb və ayın 23-nə qədər fəaliyyəti davam etdirəcək. Təşkil olunmasında əsas məqsəd isə əbədi olaraq bu torpaqlara qayıtmış vətəndaşlarımızın dövlət xidmətlərinə əlçatanlığını şəffaf, operativ şəkildə təmin etməkdir. Odur ki, ən tez məlumatlardan xəbərdar olmaq üçün Real izləməyə davam edin.